Bilal müəllimin onlayn dərslərinə qoşulmaq üçün aşağıda yazdığımız nömrə ilə əlaqə saxlaya bilərsiniz uşaqlar. Növbəti mövzu ilə davam edirik. Birinci sualda. Verilmiş kütləli bir atomlu ideal qazın həcmi 2 dəfə azaldı, təzyiqi isə 3 dəfə artdı. Nəticədə qaz molekullarının orta kinetik enerjisi necə dəyişdi? Deməli, biz belə düşünə bilərik. Həcmi 2 dəfə azalıb, deməli təzyiqi isə 3 dəfə artıb. PV bölü T bərabərdir konstant düsturuna əsasən. Biz buradan T'nin necə dəyişdiyini tapmaq istəsək, T bərabərdir, deməli, belə deyək, PV bölünsün konstant yaza bilərik. Buradan deyir ki, bizə, həcmi 2 dəfə azaldı. Həcm 2 dəfə azalıb. 2 dəfə. 2 dəfə azalmaq demək, məxrəcə bir dənə 2-nin gəlməsi deməkdir. Deməli, mən bura bir dənə 2-ni yazıram. Təzyiqi isə deyir ki, 3 dəfə artıb. 3 dəfə artmaq demək, təzyiqi 3-ə vurmaq deməkdir. Və bu 3 ilə bu 2-ni aparsaq nə qalar geriyə? 1,5. Deməli, temperatur 1,5 dəfə artıb. Temperatur əgər 1,5 dəfə artıbsa, YK bərabərdir 2-də 3 KT düsturuna əsasən, kinetik enerji də 1,5 dəfə artar. Sualımızın cavabı C variantı olar. İkinci sualda. Verilmiş kütləli bir atomlu ideal qazın həcmi 2 dəfə azaldı, molekulların orta kinetik enerjisi isə 3 dəfə artdı. Nəticədə qazın təzyiqi necə dəyişib? Yazırıq. Orta kinetik enerjinin 3 dəfə artması demək, temperaturun 3 dəfə artması deməkdir. Deməli, temperatur 3 dəfə artıb, yazıram T 3 dəfə artıb. Həcm isə 2 dəfə azalıb. PV bölü T bərabərdir konstant düsturuna əsasən. Yaza bilərəm P bərabərdir. Deməli, V burada konstant vurulsun. T də burada. İndi bizə deyir ki, temperaturu 3 dəfə artır. Deməli, bura 3'ü yazırıq. Həcm isə 2 dəfə azalıb. O zaman bunu 2'yə böl. Yəni, temperaturu 3'ə vururuq, bunu isə 2'yə bölürük. Bu 2, məxrəcdəki 2 yuxarı qalxanda 3 ilə vurulur. Nəticədə 2'ni 3'ə vururuq, 6 olur. Yəni, qazın təzyiqi 6 dəfə artmış olur. Üçüncü sualda. 51 dərəcə Celsius temperaturda ideal qaz molekullarının orta kvadratik sürəti 360 metr bölü saniyədir. Qazın molyar kütləsi nə qədərdir? İlk növbədə 51 dərəcə Celsius temperaturu Kelvinə çevirməyimiz lazımdır. T bərabərdir 51 üstə gəl 273 yaza bilərik ki, bu da 324 Kelvinə bərabərdir. Biz buradan qazın molyar kütləsini tapmalıyıq. Temperatur var, orta kvadratik sürət var, molyar kütləni hesablamaq lazımdır. Yazıram V bərabərdir kök altında 3 RT bölünsün M. Buradan kvadrata yüksəltsək hər tərəfi V kvadratı bərabərdir 3 RT bölünsün M. Əgər bu düsturdan molyar kütləni tapsaq, M bərabərdir 3 RT bölünsün V'nin kvadratı. Buradan M bərabərdir 3 vurulsun. Universal qaz sabiti 8. Temperaturun qiymətinin 324 olduğunu tapmışdıq. Bayaq 324'ü burada yazdım. Bölünsün sürəti nə qədərdir? 360. Amma biz 360'ın kvadratını yazmalıyıq. 360'ın kvadratı da eləyir 129.600. Bu da bərabərdir. Deməli, buranı hesablayırıq. Cavabımız alınır. Belə deyək. 72 10 üstü mənfi 3. A variantı sualımızın cavabıdır. Davam edirik. Dördüncü sualla. Eyni temperaturda etan molekullarının orta kvadratik sürəti propan molekullarının orta kvadratik sürətindən neçə dəfə böyükdür? Orta kvadratik sürətin düsturunu yazıram. V bərabərdir kök altında 3 RT bölünsün M. Buradan biz görürük ki,
M məxrəcdədir, eyni zamanda kök altındadır. O zaman biz belə yaza bilərik. V etan bölünsün V propan bərabərdir. Kök altında M propan bölünsün M etan. Çünki kök altı ilə mütənasibdir, amma tərs mütənasib. Buradan etanın sürəti bölünsün propanın sürəti bərabərdir kök altında. Propanın molar kütləsi 42, etanın molar kütləsi isə 28-dir. Yuxarını da aşağını da 24-ə bölsək, bölünürmü 24-ə? Bölünür. Yuxarını 24-ə böləndə, yox 24-ə yox 14-ə. 14-ə böləndə bura alınır 3, bura isə alınır 2. Deməli kökdə 3 bölü 2 dəfə böyük imiş. 5-ci sualda T1 temperaturunda etan molekullarının orta kvadratik sürəti T2 temperaturunda butan molekullarının orta kvadratik sürətinə bərabərdir. T1 bölü T2 nisbətini hesablayın. Deməli, orta kvadratik sürətlər bərabərmiş. Biz belə yaza bilərik. T1 temperaturunda, deməli, kök altında 3 R T1 bölünsün. T1 temperaturunda deyir ki, etan molekullarının orta kvadratik sürəti. O zaman yazdım M etan bərabərdir. Kök altında 3 R T2 butan. Yəni yazıram MB. Hər tərəfi kvadrata yüksəltsək belə bir şey alınır. 3 R T1 bölünsün M etan bərabərdir. 3 R T2 bölünsün M butan. İxtisarlarımızı aparaq 3 R'lər getdi. Nə istəyir bizdən? T1 bölü T2 nisbətini istəyir. Yaza bilərik bu alınan düsturdan T1 bölü T2 bərabərdir. M etan bölünsün M butan. Buradan T1 bölü T2 bərabərdir. Etanın molar kütləsi 28, butanın molar kütləsi isə 56-dır. 28-i 56-ya böləndə 1 bölü 2 sualımızın cavabı D variantı alınır. Növbəti sualda ideal qaz molekullarının orta kinetik enerjisi hansı ifadə ilə təyin olunur? Orta kinetik enerji YK bərabərdir 2-də 3 KT ifadəsi ilə təyin olunur. Qaz molekullarının orta kinetik enerjisi M0 vurulsun V'nin kvadratı bölünsün 2 düsturu ilə ifadə oluna bilir. Mütləq temperaturun vahidi Kelvindir. 9-da deyir ki, hansı qrafik molekulların orta kinetik enerjisinin verilmiş qiymətində ideal qazın təzyiqinin molekulların konsentrasiyasından asıllığına uyğundur. Deməli, orta kinetik enerjinin verilmiş qiymətində. Orta kinetik enerji yəni sabitdir. Orta kinetik enerjinin sabit olması temperaturunda sabit olması anlamına gəlir. İdeal qazın təzyiqinin molekulların konsentrasiyasından asılılığı. İdeal qazın təzyiqi P bərabərdir NKT düsturu ilə hesablanır. Orta kinetik enerji sabitdirsə temperatur sabitdir. Temperatur sabitdirsə ideal qazın təzyiqi molekulların konsentrasiyasından düz mütənasib asılıdır. Düz mütənasib asıllıq qrafiki də burada D variantında verilmişdir. 10-cu sualda ideal qazın təzyiqinin molekullarının orta kinetik enerjisindən asıllıq qrafiki hansıdır? Baxın, P bərabərdir NKT. Düzdürmü? Bir də YK üçün yazırıq. YK bərabərdir 2-də 3 KT. Düzdürmü? Düzdür. Buradan belə deyək də tərəf-tərəfə nisbət alsaq. P bölünsün YK yazsaq. P'nin yerinə yazıram NKT. YK'nın yerinə yazıram 2-də 3 KT. Buradan KT'ləri aparaq. Bundan bu, bundan da bu getdi. Nə qaldı geriyə? P bərabərdir. Bərabərdir. Eni 2-də 3'ü yazarıq məxrəcdə. 2-də 3. YK ilə də N vurulur. YK vurulsun N. Yəni belə bir şey aldıq. P bərabərdir. 2-də 3'ün də tərsinə çevirəndə olur 3-də 2. 3-də 2 N YK. Biz buradan görürük ki, təzyiq nə ilə? Kinetik enerji ilə düz mütənasib asılıdır. Təbii ki, konsentrasiya sabit olanda. Yəni əvvəlki 9-cu məsələni də bu düsturdan həll etmək olardı. Orada da təzyiq konsentrasiya ilə düz mütənasib asılı görünürdü. Həm konsentrasiya, deməli, həm də kinetik enerji ilə düz mütənasib asılıdır. Növbəti sualda 3 vurulsun
P'nin yerine yazıram MKT. 2'ni yazıram olduğu kimi YK'nın yerine de yazıram 2'də 3 KT bərabərdir. 2'lər getdi, 3'lər getdi. K vurulsun, T'lər getdi, geriye qaldı N. N də qaz molekullarının konsentrasiyasıdır. 12-ci sualda 3'də 2 NYK ifadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? Bayaq düstur çıxartdıq və orada gördük ki, təzyiq 3'də 2 NYK düsturu ilə təyin olunur. Deməli, bu nədir? Qazın təzyiqidir. 13-cü sualda qaz molekullarının konsentrasiyası hansı ifadə ilə təyin olunur? Bayaq yazmışdıq. P bərabərdir 3'də 2 NYK. Buradan N'i, yəni qaz molekullarının konsentrasiyasını tapmaq istəsək, N bərabərdir 2YK məxrəcdə 3P'də kəsirin surətində olar. 3P bölünsün 2YK sualımızın cavabı da D variantı. 14-cü sualda M0V kvadratı bölünsün 3K ifadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? Belə deyək də, kəsirin surətini də, məxrəcini də nəyə vuraq? 2'ye vuraq. M0V kvadratı. Burada 2'ye vurdum. Buranı da 2'ye vurdum. Məxrəcdəki 3 kanada olduğu kimi yazdım. Niye 2'ye vurdum? Çünkü burada M0V kvadratı bölü 2 bu bize kinetik enerjini verir. O zaman alıram belə bir şey. Bərabərdir. Yuxarıda alınır. 2'ni də əmsalda yazım. 2YK bölünsün 3K. Deməli bu da bərabərdir. 2 vurulsun. YK'nın yerine yazıram 2'də 3 KT. Məxrəcdəki 3 K'nı da olduğu kimi yazıram. 2'lər getdi. 3 K'lar getdi. Geriye T qaldı. T də qazın mütləq temperaturudur. 15'də M vurulsun V'nin kvadratı bölünsün 3R ifadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? M'i yazdım olduğu kimi V'nin kvadratı yerine yaza bilərəm 3RT bölünsün M. Çünkü orta kvadratik sürət V bərabərdir kök altında 3RT bölünsün M'i daxı. Burada kvadrata yüksəldəndə olur 3RT bölünsün M. Yəni kök gedir. Geriyə nə var? Məxrəcdə 3R var. Məxrəcdəki 3R'i də olduğu kimi yazıram. 3R'lər, M'lər getdi. Geriyə T qaldı. T də qazın mütləq temperaturudur. 16-cı sualda 3KT bölünsün V kvadratı ifadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? Burada 3KT'ni olduğu kimi məxrəcdə yazıram. Bu V kvadratı yerine nə yazmaq olar? V bərabərdir. Kök altında 3KT bölünsün M0 değil mi? O zaman kvadratı yerine yaza bilərəm 3KT bölünsün M0. Yəni kök getdi. 3KT'lər getdi. Bir dənə M0 qaldı. M0 da qazın bir molekulunun kütləsidir. 17-ci sualda 3RT'ni kəsirin surətində yazıram. V'nin kvadratı yerine ise yazıram 3RT bölünsün M. Nəyə görə? Çünki V'nin özü kök altında 3 RT bölünsün M'ə bərabərdir. Kvadrata yüksəldəndə kök gedir. 3 RT'lər getdi. Geriyə M qaldı. M də qazın molyar kütləsidir. Növbəti sualda 2YK bölünsün 3K ifadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? 3'də 2'ni yazdım. YK'nın yerine yazıram 2'də 3 KT. 2'də 3 KT. Məxrəcdəki K'nı da olduğu kimi yazıram. 2'lər, 3'lər getdi. K'lar getdi. Geriyə T qaldı. T də qazın mütləq temperaturudur. Qazın mütləq temperaturu verilib D variantında. 19'da 2'də 3 KT ifadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? Bu kinetik enerjidir. Orta kinetik enerji 2'də 3 KT ifadəsi ilə təyin olunur. Növbəti sualda Joule bölünsün Kelvin ifadəsi hansı fiziki sabitin vahididir? Bu Boltzmann sabitinin vahidinə uyğun gəlir. Desəniz ki, hardan bilə bilərik bunu? YK bərabərdir 2'də 3 KT'dir. Düzdürmü? Biz əgər buradan K'nı, yəni Boltzmann sabitini tapmaq istəsək, belə yaza bilərik. K bərabərdir 3T məxrəcdə 2YK isə kəsirin surətində. Buradan kinetik enerjinin vahidi Joule'dur, temperaturun vahidi də Kelvindir. Deməli, Boltzmann sabitinin vahidi Joule bölünsün Kelvin olmalıdır. 21'də yenə Boltzmann sabitinin vahidini soruşur. Joule bölünsün Kelvindir. 22'də ideal qaz molekullarının irəliləmə hərəkətinin orta kinetik enerjisini hesablamaq üçün hansı cihazdan istifadə etmək kifayətdir?
Orta kinetik enerji YK bərabərdir 2'də 3 KT düsturu ilə müəyyən olunur. Buradan deməli orta kinetik enerjini müəyyən etmək üçün temperaturu bilmək lazımdır. Temperaturu bilmək üçün də termometrdən istifadə olunur. Termometr nəyi ölçür? Termometr temperaturu ölçür. Bu çox çətin sual idi. 24-dən davam edirik. Cihazın mütləq xətası nəyə bərabərdir? Mütləq xəta 1 bölgünün yarısıdır. Birinci növbədə 1 bölgünü tapmaq lazımdır. 1 bölgünü tapmaq üçün də ən yaxın iki nöqtəni bir-birindən çıxırıq. Yəni 20-dən 10'u çıxırıq, bölürük aralarındakı bölgülərin sayına. Aralarında 10 dənə bölgü var. Bölürəm deməli nəyə? 10'a. Bu da bərabərdir 1. 1 bölgünün qiyməti 1'dir. Mütləq xətanı hesablamaq üçün isə yazırıq 1 bölgünün yarısı. Yəni xətanı tapanda 1 bölgünü bölürsüz 2'yə. O da eləyir 1 bölü 2, o da bərabərdir 0,5. Deməli, cihazın mütləq xətası 0,5 dərəcə Selsiyə bərabərdir. 25'də Pascal vurulsun metrin kubu bölünsün Newton vurulsun saniye ifadəsi hansı fizik əhəmiyyətin vahidinə uyğundur? Pascal'ın açılışı Newton bölünsün metrin kvadratı şəklindədir. Geri qalanları olduğu kimi yazıram. Metrin kubu, Newton, saniye. Bunları olduğu yerlərdə yazdım. İndi biz nə yaza bilərik? Newtonlar getdi. Metrin kubu ilə metrin kvadratı getdi. Yuxarıda qaldı metr, aşağıda qaldı saniye. Metr bölünsün saniye sürətin vahidinə uyğundur. Sualımızın cavabı B variantıdır. 26. Joule bölünsün metrin kubu ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Deməli, Joule'un yerinə yazıram Newton vurulsun metr, məxrəcdəki metr kubunu da olduğu kimi yazıram. Metrlə metr kubu getdi, yuxarıda Newton, aşağıda metrin kvadratı qaldı. Newton bölü metrin kvadratı təzyiqin vahidinə uyğundur ki, bu da Pascal'a bərabərdir. 27-ci sualda Watt vurulsun saniye bölünsün metrin kubu ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Watt vurulsun saniye Joule'u verir. Joule bölünsün metrin kubu. Joule'un açılışı Newton vurulsun metrdir. Metrin kubunu da məxrəcdə saxlayıram. Metrlə metrin kubu ixtisar getdi. Newton bölü metrin kvadratı qaldı. Newton bölünsün metrin kvadratı Pascal'dır. Pascal da təzyiqin vahidinə uyğundur. 28'də Boltzmann sabitinin vahidi əsas vahidlərlə necə ifadə olunur? Boltzmann sabitinin vahidi üçün bayaq nə dedik? Dedik ki, Boltzmann sabiti vahidi Joule bölünsün Kelvindir. Deməli, biz Joule bölünsün Kelvini əsas vahidlərlə ifadə etməliyik. Kelvin zaten özü əsas vahiddir. Joule'u əsas vahidlərdən ifadə edən də yazırıq kilogram vurulsun metrin kvadratı bölünsün saniyenin kvadratı. Deməli, kilogram vur metrin kvadratı bölü saniye kvadratı Joule'un ifadəsidir. Kelvin də zaten özü əsas vahiddir. Buradan sualımızın cavabı C variantı alınır. 29'da universal qaz sabitinin vahidi əsas vahidlərlə necə ifadə olunur? Gəlin universal qaz sabitini hesablamağa, yəni vahidini əsas vahidlərlə ifadə etməyə çalışaq. Belə yaza bilərik. Məsələn, universal qaz sabiti. Sən belə düşünək. V bərabərdir. Kök altında 3 RT bölünsün M'dir. Düzdürmü? Yəqin ki, düzdür. Buradan gəlin hər tərəfi kvadrata yüksəldək. V'nin kvadratı bərabərdir 3 RT bölünsün M yaza bilərikmi? Yaza bilərik. Buradan bizə lazımdır R'i tapmaq, yəni universal qaz sabitini tapmaq. R bərabərdir 3 T'ni yazdım burada. M vurulsun V'nin kvadratında yazdım burada. Buradan vahidini tapmaq istəyirik. M nədir? Molyar kütlə. Molyar kütlənin vahidi kilogram bölünsün moldur. O zaman yazıram R bərabərdir. Molyar kütlənin yerinə kilogram bölünsün mol yazıram. Burada V sürətdir. Sürətin vahidi nədir? Metr bölü saniye. Amma kvadratı var. O zaman yazıram metrin kvadratı bölünsün saniyenin kvadratı. Burada da temperatur var. Temperaturun vahidi də Kelvindir. O zaman biz universal qaz sabitinin vahidini tapmış olduq əsas vahidlərlə ifadəsi. Yəni kilogram vurulsun metrin kvadratı bölünsün mol vurulsun saniye kvadratı vurulsun Kelvin. Yəni nə variant oldu? C variantı oldu. Gördüyümüz kimi, yəni mən bu universal qaz sabitinin vahidinin əsas vahidlərlə ifadəsini yadımda değildi, belə deyək. Amma düstur yadımızda olduğu üçün düsturdan vahid çıxara bildik. Yəni bu şəkildə əslində hər bir şeydə əzbərləməyə ehtiyac yoxdur. Hər bir şeyi yadımızda saxlamağa ehtiyac yoxdur. Əgər biz
həmən vahidi çıxarda biliriksə, həmən vahid uzun bir vahiddirsə, yəni təbii ki, bu daha asan bir variantdır. 30-cu sualda hansı qrafik eyni temperaturlu ideal qaz molekullarının istilik hərəkətinin orta kvadratik sürətinin qazın molyar kütləsindən asıllığına uyğundur? V bərabərdir kök altında 3 RT bölünsün M. Buradan M məxrəcdə olduğu üçün tərs mütənasib asıllıq qrafiki götürürük. Bu da C variantında verilmişdir. Davam edirik növbəti sualla. Hansı qrafik ideal qaz molekullarının istilik hərəkətinin orta kvadratik sürətinin qazın mütləq temperaturundan asıllığına uyğundur? Molyar kütlənin sabit olduğunu verir. V bərabərdir kök altında 3 RT bölünsün M. Buradan görürük ki, orta kvadratik sürət temperaturun kökü ilə mütənasibdir. Kök 6 asıllıq qrafiki də A variantında verilmişdir. Növbəti sualda hansı qrafik ideal qazın təzyiqinin qazın sıxlığından asıllığına uyğundur? P bərabərdir 3'də 1 rho V kvadratı. Buradan görürük ki, təzyiq sıxlıqla düz mütənasib asılıdır. Düz mütənasib asıllıq qrafiki B variantında verilmişdir. 33-cü sualda hansı qrafik ideal qazın təzyiqinin qaz molekullarının orta kvadratik sürətindən asıllığına uyğundur? P bərabərdir 3'də 1 rho V kvadratı. Burada görürük ki, təzyiq sürətin kvadratı ilə mütənasibdir. Kvadratik asıllıqda A variantında verilmişdir. İdeal qazın mütləq temperaturu 1,44 dəfə artarsa, qaz molekullarının orta kvadratik sürəti necə dəyişər? V bərabərdir kök altında 3 RT bölünsün M. Əgər temperatur 1,44 dəfə artarsa, 1,44-ün kökü 1,2-dir. Yəni sürət 1,2 dəfə artar. Növbəti sualda ideal qazın mütləq temperaturu 1,21 dəfə azaldıqda molekulların orta kvadratik sürəti necə dəyişər? V bərabərdir kök altında 3 RT bölünsün M. Temperatur 1,21 dəfə azalırsa, orta kvadratik sürət 1,21-in kökü, yəni 1,1 dəfə azalar. 36-da 3 MKT bölünsün V kvadratı ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Yazaq 3 MKT bölünsün. V'nin yerinə də, V kvadratının yerinə də, bax, V'nin özü kök altında 3 KT bölünsün M0'dır. Bunu kvadrata yüksəldəndə yaza bilərik. 3 KT bölünsün M0. Buradan ixtisarlarımızı aparsaq 3 KT, 3 KT getdi. Geriyə nə qaldı? M0'da yuxarı qaldı. M0 vurulsun N alındı. Bu da qazın kütləsini bizə verir. Sualın cavabı C variantı. 37-də 3 MKT bölünsün V kvadrat ifadəsi ilə hansı fizik kəmiyyət təyin edilir? Yazıram 3 MKT V'nin kvadratı yerinə bayaq yazdığımız düsturu yazırıq. Yəni 3 KT bölünsün M0'ı təkrardan yazırıq. 3 KT bölünsün M0. 3 KT'lər ixtisar getdi. Geriyə qaldı M0 vurulsun N. M0 vurulsun N hasili də bizə verir qazın sıxlığını. Bu qazın sıxlığıdır. Növbəti sualda sabit kütləli ideal qazın halının dəyişməsi təsvir edən AB prosesi zamanı qaz molekullarının orta kvadratik sürəti necə dəyişmişdir? Belə düşünə bilərik orta kvadratik sürət üçün. Həcm sabitdir burada. Təzyiq P0-dan 4P0-a gəlib. Bu izoxor proses qəbul oluna bilər. A-dan B-yə keçəndə izoxor prosesdir. Təzyiq 4 dəfə artıbsa, temperatur da 4 dəfə artmalıdır. Temperatur 4 dəfə artıbsa, orta kvadratik sürəti də V bərabərdir. Kök altında 3 RT bölünsün M düsturu ilə hesablaya bilərik. Və yaxud da orta kvadratik sürəti V bərabərdir. Kök altında 3 PV bölünsün M düsturuyla da hesablamaq olar. Yəni rahat üsulu budur əslində. Həcm sabitdir, düzdürmü? Burada təzyiq P-dən 4P0-a gəlib. Yəni təzyiq 4 dəfə artıb. 4-ün kökü neçədir? 2-dir. Yəni sürət 2 dəfə artmalıdır. B variantı. 39-da sabit kütləli ideal qazın halının dəyişməsini təsvir edən AB prosesi zamanı qaz molekullarının orta kvadratik sürəti necə dəyişmişdir? V bərabərdir kök altında 3 PV bölünsün M yazsaq.
buradan deyə bilərik ki, həcm sabitdir. Təzyiq 4 dəfə azalıb. Təzyiq 4 dəfə azalıbsa, o zaman sürət 2 dəfə azalmalıdır. Davam edirik 40-cı sualda. Dəmir materialdan olan bərk cismi 20 dərəcə Selsi temperaturlu suya daxil etdikdə sistemin qərarlaşmış temperaturu 60 dərəcə Selsi olmuşdur. Hansı ifadələr doğrudur? Baxın, suyun temperaturu nə qədər idi? Bərk cismi 20 dərəcə Selsi temperaturlu su idi. Amma içərisinə dəmiri daxil etdikdə temperatur 60 dərəcə Selsi oldu. Yəni suyun temperaturu nə oldu? Suyun temperaturu artdı. Suyun temperaturu artdısa, qərarlaşmaq üçün dəmirin temperaturu azalmalıdır. Yəni dəmirin temperaturu daha yüksək bir temperatur imiş. Məsələn deyirəm, dəmirin temperaturu tutalım ki, nə bilim 120 dərəcəymiş. 120 dərəcədən gəliblər 60 dərəcədə qərarlaşıblar. Yəni su qızıb 20-dən 60-a qalxıb, dəmir isə soyuyub 120-dən 60-a düşüb bu şəkildə. Yəni dəmir nə oldu? Dəmir soyudu deyə bilərik. Yəni təbii ki, soyuq bir dəmiri suyun içərisinə atsan, həmən su qızmaz. İsti bir dəmiri suyun içərisinə atmağın lazımdır ki, həmən suyu qızdırsın. Yəni dəmirin temperaturu suyun temperaturundan çox yüksəkdir. Yəni 60 dərəcədən də yüksəkdir deyə bilərik. Burada deməli bərk cisim üçün doğru olan ifadələri bizdən istəyir. Bərk cismin temperaturu nə oldu? Azaldı. Temperaturu azaldığı üçün bərk cisim sıxılmalıdır. Yəni molekullar arasındakı məsafə azalmalıdır. Sonra molekullar arasındakı məsafə dəyişmir. Bunlar səhvdir. Həcmi dəmir soyuduğu üçün soyan maddə sıxılmalıdır. İstidən maddə genişlənir, soyuyanda isə sıxılır. Yəni həcmi azalmalıdır. Buna görə də sualımızın cavabı 2-5 olmalıdır. Qablarda eyni temperaturlu helium və neon qazları vardır. Qaz molekullarının orta kinetik enerjiləri və orta kvadratik sürətləri arasında hansı münasibət doğrudur? Orta kinetik enerji 2-də 3 kT ifadəsi ilə təyin olunur və əgər temperaturlar eynidirsə, o zaman orta kinetik enerjilər də eynidir. Yəni biz Y1 bərabərdir Y2 yaza bilərik. Amma orta kvadratik sürət üçün bunu deyə bilməyəcəyik. Çünki orta kvadratik sürət 3RT bölünsün M ifadəsi ilə təyin olunur. Və burada görürük ki, M məxrəcdədir. Molyar kütlə hansında böyükdürsə, orada orta kvadratik sürət kiçikdir. Molyar kütləsi kiçik olanın orta kvadratik sürəti böyükdür. Yəni Y1 Y2-yə bərabərdir, V1 V2-dən böyükdür deyə bilərik. Buradan da sualımızın cavabı D variantı alınmış olur. Gəldik 42-ci suala. Kütləsi 12 kiloqram, həcmi 9,8 kubmetr olan ideal qazın molekullarının irəliləmə hərəkətinin orta kvadratik sürəti 700 olarsa, qazın təzyiqini hesablayın. P bərabərdir 3-də 1 rho V rho vurulsun V'nin kvadratı. Bu da bərabərdir 3-də 1 vurulsun. Sıxlığın yerinə yazıram M bölünsün V. Vurulsun V kvadratını da burada saxladım. Bu da bərabərdir 3-də 1 vurulsun. Kütləsi 12, həcmi 9,8, sürətdə 700, bunun da kvadratı 700'ün kvadratı 49, 2 dənə 0 olduğu üçün olur 4 dənə 0. Yəni 490.000. Buradan nə etməliyik? Buradan ixtisarlarımızı riskə aparmalıyıq kimsə görmədən. Deməli 12 ilə 3 aparaq, qalsın 4. 49 ilə 98 aparanda elə bil ki 4,9 ilə 9,8 aparanda burada olur 2. 4 ilə də 2-ni aparanda qalır 2 geriyə. Yəni 2 ardında 2 dənə 0. Bu da eləyir 200 nə kilopascal. Sualımızın cavabı 200 kilopascal olmalıdır. 43-cü sualda uyğunluğu müəyyən edin. Selsi şkalasında, Kelvin şkalasında və Fahrenheit şkalasında. Birincisi, Selsi şkalasında 0-cı bölgü normal atmosfer təzyiqində buzun ərimə temperaturu götürülür. Selsinin 0-ı buzun ərimə temperaturudur. A-nı burada yazdım. 100 isə suyun qaynama temperaturudur. Deməli, D-ni də burada yazdım. Sonra
Kelvin şkalasında Kelvinin sıfırı mütləq sıfır adlanır. Ona görə 2 də Y yazdıq. Fahrenheitdə 212 buzun ərimə temperaturudur. Daha doğrusu 32 ərimə temperaturudur. 212 isə qaynama temperaturudur. Bunda necə idi? Fahrenheit ilə Selsi arasındakı əlaqə T bərabərdir 9'da 5 TF çıxılsın 32. Məsələn, burada deyir ki, 32-ci bölgü normal atmosfer təzyiqində buzun ərimə temperaturu belə yazılır. TF çıxılsın 32. Mötərizə içərisində. 32-ci bölgü deyir ki, normal atmosfer təzyiqində buzun ərimə temperaturu götürülür. TF-in yerinə 32 yazanda belə bir şey alınır. 9'da 5 vurulsun 32 çıxılsın 32. Bu da bərabərdir 0. Yəni 32 Fahrenheit 0 dərəcə Selsidir. Bunu demək istəyirik. Buradan T bərabərdir. Bir də 212-ni götürsək 9'da 5 vurulsun 212 çıxılsın 32. 212'dan 32'ni çıxanda nə edir? 180. 9'da 5'i 180'ə vuranda da 180'dan 9 getsə 20, 20'ni də 5'ə vuranda 100 olur. Yəni bu da 100 dərəcə Selsidir. Yəni Fahrenheit üçün ərimə temperaturu, buzun əriməsi 32 dərəcədir. Suyun qaynama temperaturu da 212 dərəcədir. Yəni 3-ə də B, C variantları gedir. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.